Salam kanal izləyiciləri, mən Güven müəllimə. Bugün sizlərlə yenə də buraxılış imtahan suallarından birinin izahını bölüşmək istəyirəm. Sualımız həndəsəyə aiddir və silindr bölməsinə. Deməli, məlum məsələdir ki, həndəsədən 4 sualımız ən azı fəza bölməsindən olur. Həndəsə suallarından və bu elə suallardan biridir hansı ki, deyir silindrin ox kəsiyi. Silindrin ox kəsiyinin nə olduğunu görürük şəkildən də. Silindrin ox kəsiyi üçün CAD bucağı deyir 45 dərəcədir. Ox kəsiyini təxmini çəkməyə çalışmışam artıq. Baxın, ox kəsiyində CAD-nin 45 dərəcə olmağı bura 45 dərəcədir. Bu da aydın məsələdir ki, bu silindr üçün bura 90 dərəcə olduğu üçün burada 45 dərəcədə ox kəsiyində. Silindrin ox kəsiyi nədir? Düzbucaqlı. Düzbucaqlı olduğu üçün 45-45 deyə bərabər yanlı düzbucaqlı üçbucaq əmələ gətirir. Yaxşı, bu əmələ gətirdi. Silindrin hündürlüyü 2-dir. Onda bura nə qədərdir? Burada 2-dir. Bəs sizdən nə soruşur? Yan səthinin. Gəlin yan səthinin düsturunu yazaq. S-yan bərabərdir 2πr-h. Deyəcəksiniz, müəllim, h 2-dir. R-i də necə taparsınız? Əgər oturacağının diametri bütövlükdə 2-dirsə, radiusu deməli 1 cm bərabərdir. Bu belə bəsit, sadə bir məsələ. Təbii ki, bu buraxılış sualı olduğu üçün belə rahatdır. H-ımız da nə qədərdir? 2. 2-ni də 2-yə vuranda S bərabərdir. Nə qədər olur? 4π olur bizim silindrin yan səthinin sahəsi.